İnsan məncə vicdan olmasa yaşaya bilməz. Bu mənim şəxsi yanaşmamdır. Hər bir insanın içində əgər vicdanlıq duyğusu ölübsə, onun insanlara sevgisi, təbiətə sevgisi, yaşama sevgisi, yaşama həvəsi olmur. Mənə görə insan sevgi olmadan bu dünyada yaşaya bilməz. Sevgi dedikdə Allaha, ailəsinə, başqa dəyərli varlıqlara olan sevgidən bəhs edirəm yəni. Mənəvi varlıq kimi iman olmazsa yaşaya bilməz. Fizioloji varlıq kimi də hava əsas, yəni ehtiyacımız olan hava olmasa insan yaşaya bilməz deyərdim. İnsanı insan eləyən bəzi dəyərlər var, duyğular var, düşüncələr var. Bu düşüncələr olmasa insan kimi yaşaya bilməz. Ən başlıca Allaha iman və inam olmasa yaşamaq olmaz. Məna olmazsa, anlam olmazsa yaşaya bilmərik. Çünki bu həyatda hər bir şeyə məna, anlam verərək həyatımızı davam etdiririk. İnsan ümid olmasa mən elə düşünürəm ki, yaşaya bilməz. Çünki ümid insana bir güc verir. Deyərdim ki, dəyərləri olmasa yaşamaq çox çətin olur. Həqiqətən.